Başımızdır. Çok hoş. Yadınızdadırsa da 98-ci il Qarabağ Əlilləri Cəmiyyəti ilə orada yığışanda mən sizin yanınızda idim. Bəli, Yəni bəli. içəridə yeganə mən idim vətəndaş Yanımızda olaraq. 2001'de. Və sizdən dönə-dönə onda rəhmətlik mən Anar Məmmədxanovla əlaqə saxlayırdım. Anar Məmmədxanov da aparatla əlaqə saxlayırdı. İndi adını çəkməyəcəm bir nəfərlə. Və mən də sizdən xahiş elədim ki, buradan bayıra çıxmayın və sizi təhrik eləyib bayıra çıxartmaq istəyən adamlar çoxdur. Qanunsuz addım atmayın. Mən bunu bir daha təkrar edirəm. Amma bununla belə, nə deməkdir? Bu hadisəni mən çox yaxşı bilirəm. Ona görə ki, Zahir birinci mənim yanıma gəlibdir. Mənə müraciət eləyib. Onun ərizələrini mən yazmışam. Və sizə ətraflı məlumat vermək istəyirəm bu barədə. Ki, biləsiniz nə baş verir. Birinci, mənim Qarabağ qazilərinə, əlillərinə münasibətimi yəqin burada olan qardaşlarım bilir hamısı. Mənim Səttar Mehbalıyevlə öz problemim olubdur. Yəqin burada olanların da əksəriyyəti bilir mətbuatdan. Amma təxminən bir il bundan qabaq mənim problemim mən istədiyimdən də qat-qat artıq həll olub. Səttar Mehbaliyev mənim evimi mühasirəyə almışdı, hasarlamışdı. Mən onunla məhkəmə çəkişmələrində idim. Bütün məhkəmə çəkişmələrini uduzdum. Ona görə ki, bunu Səttar Mehbaliyev udmadı. Apellyasiya rayon məhkəmələri xeyrimə qərar qəbul edəndən sonra Səttar Mehbaliyevin dostu, ortağı, Ramiz Rzayev Ali Məhkəmənin sədri, onun təkidindən mən bütün məhkəmələri uduzdum. Bundan baxmayaraq mən Səttar Mehbaliyevdən əl çəkmədim. Xarici təşkilatlara yazdım, pozdum. Sonda Səttar Mehbaliyev məndən aldığı torpağı artıqlamasını geri qaytardı. Hasarı necə tikmişdi, elə də söktü, qaytardı köhnə yerə. Bugün burada olan qardaşlardan xahiş eləyərdim ki, gedib baxalar. Yəni mən bilirəm ki, indi Səttar Mehbaliyev və onlar deyəcəklər ki, Aslan İsmailovun öz davası var. Ona görə bizim üstümüzə gedir. Siz burada indi hamınız kişisiniz. Gedin baxın ki, mənim torpağımı istədiyimdən də artıq qaytarıb Səttar. Yəni mənim düyünlərim ona heç bir pretenziyam yoxdur. Amma mən Zaurun məsələsini bilirəm. Mən qarışmaq istəmirdim ki, ona görə ki, içimdə bir balaca Zaura qarşı da inciklik var idi. O Zaur şikayət eləyəndən sonra o torpaq yer Zaurun, obyekt Zaurun, onun nə Səttar Mehbaliyev və nə ASB-sə heç bir aidiyyəti yoxdur. İndi Səttar Mehbaliyev ANS-də çağırışda deyir ki, o yer mənim deyil ASB-sindir, yalan şeydir. Səttar orada hamının yerini aldı. Bir nəfərin 50% işlədir, dayısı oğlunu oturdu orada. Zəiflər də kimlər var idi, Zaur kimi hamısının əlindən aldı. Zaur gəldi, mən ona ərizəni yazırdıq hər yerə. Sonra Zauru çağırdı. Ki, sənin 5 uşağın var, bax mən sənə verəcəm işdə, indi ki o Səttar deyir, ha Zaur mənə ərizə yazıbdır. Sən mənə ərizə yaz ki, səni bu ərizələri yazmağa Aslan İsmailov məcbur eləyibdir. Və Zaur da o ərizəni yazmışdı. Amma sonra mən Zauru bir neçə dəfə gördüm, yəni mən Zaurdan incikli deyildim, ona görə ki, bunun 5 uşağı var. Acından ölür. Mən onu görürdüm o gələndə, o mənə deyir ki, Aslan müəllim, mənim çörək pulum yoxdur. Heç nəyim yoxdur, mən borc içindəyim. Ona görə nə olmalıdır? Birinci, əlbəttə ki, onun burada xilas olunması üçün, burada indi reyd dedi, heç sizin işiniz deyil, bu hakimiyyətin öz işidir. Və bütün təminatını eləyib o sağalmalıdır. İkinci, mən hesab edirəm ki, hər hakimiyyət bu məsuliyyəti bölüşmək istəmirsə də, həmin Zaur Həsənovu, Qarabağ qazisini bu həddə çatdıran Səttar Mehbaliyev haqqında ölüm həddinə gətirməklə bağlı cinayət işi qaldırılmalıdır. Ona görə ki, bununla bağlı Zaur dəfələrlə mətbuata deyib, səs yazısı olubdur, Zauru çəkindirmək istəyiblər, hədə qorxu gəliblər, sonra aldadıblar. İndi nə baş verir? Vətən uğrunda vuruşan Zaur Həsənov burada etibardan sui-istifadə edir. Canına qəsd eləyir. Amma həmin Səttar Mehbaliyevin oğlu Ədliyyə Naziri Fikrət Məmmədovun oğlunun çənəsini qırdı Nərimanov rayon prokurorunun müavini işləyəndə. Bunu tutdular, bir gün saxladılar. Atası dərhal qarışdı, işte bunu azad elədilər.
Sonra bunu prokurorluqdan uvolit elədilər. Arasından 4 ay keçəndən sonra Xətai rayonunda bölmə rəisi qoydular. Bugün həmin adam Pirallahada idarə rəisidir. Mən bunu deyirəm və özümə qarşı da bilirəm hansı tədbirlər indi görüləcəkdir. Həbsdən tutmuş hər bir şey. Amma mənim borcumdur. Niyə? Ona görə ki, bax sizlər o cümlədən zahir, bizim hər birimizin qeyrətimiz, namusumuz, vətənimiz uğrunda şikəst olubsunuz. Sizə qulluq etmək əvəzinə bu harınlamış məmurlar, başda səttarlar kimsi, kömək etmək əvəzinə özünüz özünüzə iş yeri qurub, zaur, çörək balasına qazanmaq istəyir, onu əlindən alır. Ona görə həm Səttar Mehbalıyev haqqında cinayətçi qaldırılmalıdır, Əli Həsənov, Səttar Mehbalıyeva dayaq duran onun qudası istifaya getməlidir. Bir də Ali Məhkəmənin sədri ki, bu qanunsuz qərarların başında durub hamısını. Mən keçən dəfə belə bir çağırışımdan sonra mənə apardılar banditizmdə, vurdular bilirsiniz. Ola bilsin indi də olsun. Amma mən o addımı atmaq istəyənlər bilsin ki, ölümdən də qorxmuram. Olmayacaq hər şey. Oldu. Amma bir daha mən xahiş eləyirəm, xüsusilə qazi dostlarımdan. Əsəbilik var, o var. Qanunsuz heç nəyə getmək lazım deyil. Bilirsiniz, bu dəqiqə Bəxriyə dedi, həqiqətən elədi. Bir provokasiya eləmək üçün, ay gəlin bunu eləyək, bunu ataq, bunu öldürək. Heç kim özünü öldürməməlidir, kimisə də öldürməli deyil. Heç kimin nə öz canını, nə başqasının canını qəsd etməməlidir. Amma hər kəs haqqını tələb etməlidir. Mən müharibə veteranı, vuruşan adam, mən niyə özümü öldürməliyəm? Məni bu həddə çatdıran cavabını verməlidir və onu himayə eləyənlər